Fiilin indiki sadə zaman forması present simple adlanır. Present simple hazırda baş verən hərəkətləri bildirir. Adət halına almış, vərdiş halına almış faktları, təbiət hadisələrini, dəyişməz hadisələri bildirmək üçün biz indiki sadə zamandan istifadə edirik. İndiki sadə zaman necə düzəlir? Fiilin qarşısından to-nu atmaqla düzəlir. Məsələn, hər hansı bir feil deyək. To run, qaçmaq. Lüğətlərdə də görürsünüz ki, feillərin önündə to hissəciyi olur. Yəni ki, bunu başa salmaq üçün deyirəm. Yəni bu to write, to run, bu birləşmədən, bu məslərdən to hissəciyini atırıq və feil olduğu kimi qalır. Run, write, go, come. Yalnız üçüncü şəxsin təkində he, she, itdə feilin sonuna s və yaxud da ki, es əlavə edirik. Qalan şəxslər isə olduğu kimi qalır. I, you, we, they. Məsələn, I eat, mən yeyirəm. We eat, biz yeyirik. You eat, sən yeyirsən, siz yeyirsən. Yalnız üçüncü şəxsin təkində he, she, itdə he eats, she eats, it eats feilin sonuna s şəkilçisi artırırıq. They eat, onlar yeyirlər. Bu nə oldu? Bu oldu indiki sadə zaman. Necə düzəldi indiki sadə zaman? Məslərin önündən to hissəciyini atırıq. Yəni, feil olduğu kimi qalır. Yalnız və yalnız üçüncü şəxsin təkində feilin sonuna yalnız s şəkilçisini əlavə etməklə düzəlir. Present simple-ın sualı do, does ilə düzəlir. Yəni, sual və inkarı do, does köməkçi feilinin köməyi ilə düzəlir. Mübtədadan önə keçərək düzəlir. Məsələn, I write a letter. Görürsünüz, feil heç nəsizdir, sadə bir feildir. I write a letter, mən məktubu yazıram. Bu zaman do köməkçi feili cümlənin önünə, mübtədadan önə keçir. Do I write a letter, mən məktub yazıram. İndi keçək üçüncü şəxsə. Üçüncü şəxsdə she speaks loudly, o ucadan danışır. Gördünüz, speak əsas feildir və üçüncü şəxs, mübtədamız üçüncü şəxs olduğuna görə feilin sonuna biz s əlavə etdik. Sualda isə do, does dedik ki, sualda do, does-dan istifadə edirik və onu da deyim ki, do birinci şəxsin təkində cəmində, ikinci şəxsin təkində cəmində və üçüncü şəxsin cəmində istifadə olunur. Does isə yalnız üçüncü şəxsin təkində istifadə olunur. Yəni, he, she, itdə does-dır. Buna görə də cümləmizin mübtədası she olduğuna görə, üçüncü şəxsin təki olduğuna görə sualını biz does-la veririk. Bu zaman does keçir she-dən önə, mübtədadan önə. Does she speak loudly və əsas feildəki s silinir. Görürsünüz, üzərindən xətt çəkmişəm. Testlərdə sizə düşəcək. Does she speaks loudly? Deyəcək, səhvi tapın. Avtomatik olaraq biləcəksiniz ki, speaks-dəki s olmaz. Çünki artıq indiki sadə zamanı bildirən bir əlamət does olduğuna görə ikinci bir əlamətə ehtiyac yoxdur. Məsələn, it runs fast. It üçüncü şəxsin təkidir. It, yəni ki, heyvan iti demirəm. Burada pişik də ola bilər, nə bilim, dovşan da ola bilər. It runs fast. O sürətlə qaçır. İndi sual verirəm. Does it run fast? Gördünüz, sualımız does ilə düzəldiyinə görə feilin sonundakı s-in üzərindən xətt çəkirik. S istifadə etmirik. İndiki sadə zamanın inkarı isə do, does-dan sonra not ədatını artırmaqla, not hissəciyini daha doğrusu artırmaqla düzəlir. Məsəl üçün, qısa forması belədir. Don't, doesn't. Məsəl üçün, we don't listen him. Jane doesn't want it. Jane, üçüncü şəxsin təkidir. Doesn't want it. Sualda olduğu kimi inkarda da artıq indiki sadə zamanı bildirən bir əlamət does olduğuna görə, üçüncü şəxsin təkində does olduğuna görə biz artıq buradakı s-ə ehtiyac duymuruq və üzərindən xətt çəkirik. He doesn't eat much. O çox yemir. He doesn't eat demərik. Buradakı s gedəcək. Yəni, əsas feillərə inkarında əsas feildəki s-lərə ehtiyac olunur. Üzərindən xətt çəkirik. Present simple-ın zaman zərfləri today, bugün, every-dən başlayan sözlər, every day, every week, every month, hər gün, hər həftə, on Sundays, on Mondays, bazar günləri, bazar ertəsi günləri, twice a day, gündə 2 dəfə, 3 times a week, həftədə 3 dəfə,
always, həmişə, usually, adətən, often, tez-tez, never, heç vaxt, sometimes, bəzən. İndi gəlin bunları cümlədə işlədilmə qaydalarını izah edeyim. Always, usually, often, never, sometimes. Əgər təsdiq cümlədədirsə, bu saydıqlarımız təsdiq cümlədə mübtədə ilə xəbər arasında işlənəcək. Məsələn, I often write. Mən tez-tez yazıram və yaxud da ki, I always write. He usually plays. O adətən oynayır. Deməli, bu saydıqlarımız 5 dənə zaman zərfləri təsdiq cümləsində baxırıq. Cümlə əgər təsdiqdədirsə, mübtədə ilə xəbər arasında işlənəcək. Əgər cümlənin xəbəri to be ilə ifadə olunubsa, bu zaman to be-dən sonra işlənəcək. Şəhla is never late. Köməkçi feilimiz to be və əsas feilimiz late, gecikmək. Bu zaman to be-dən, bax bu saydıqlarımız to be-dən sonra işlənəcək. Belə də deyə bilərik. Köməkçi feillə əsas feilin arasında belə deyə bilərik. Və yaxud da ki, deyirəm ki, Şəhla is often late. Şəhla tez-tez gecikir. Şəhla is always late. Şəhla həmişə gecikir. Təsdiq cümlədə necə oldu bunlar? Təsdiq cümlədə bunlar mübtədə ilə xəbərin arasına girdi. Əgər cümlə to be ilə ifadə olunubsa, bu zaman to be-dən sonra işlənəcək. Sometimes cümlənin həm ortasında gələ bilər, həm də əvvəlində gələ bilər. Bunlar inkar cümlədə don't-dan və doesn't-dan sonra işlənəcək. Təsdiq cümlədə demişdik ki, mübtədə ilə xəbər arasında işlənəcək. Amma inkar cümlədə don't və doesn't-dan sonra istifadə olunacaq. Məsəl üçün, mübtədə I, xəbərimiz nədir? Əsas xəbərimiz go. Və bu inkar cümləsi olduğuna görə I don't often go olacaq. Və yaxud da ki, he doesn't usually get up. O adətən yuxudan ayılmır. Gördünüz, inkardan sonra işləndi. Bu olmasaydı təsdiq cümlədə deyərdik ki, I often go, mübtədə ilə xəbər arasında işlənərdi. Amma artıq inkarlıq bildirən doesn't, don't olduğuna görə birbaşa inkardan sonra işlənəcək. Never-ın tərcüməsi nədir? Heç vaxt deməkdir. Yəni, özündə tərcüməsi bir inkarlıq olduğuna görə inkar cümlədə işlənməz. Don't never olmaz, doesn't never olmaz. Çünki özü inkardır. Bunları biz təsdiq cümlədə işlətdik, sual inkarında işlətdik. İndi bunları biz sual cümləsində işlədək. Görək necə olacaq. Mübtədədən sonra işlənir. Sual cümləsində. Baxın, do you often go? Sualıdır bu. Sualı do ilə düzəlib, mübtədası və xəbəri. Görürsünüz, mübtədədən sonra işləndir. Do you often go? Sən tez-tez gedirsən. Əgər xəbər to be ilə ifadə olunubsa, yenə də mübtədədən sonra işlənəcək. Is she sometimes late? Is she sometimes late? O tez-tez gecikir. Belə, bura qədər yəqin ki, uşaqlar aydındır. Bunları tez-tez qulaq asın, təkrarlayın. Və belə. İndi every ilə başlayan sözlər, every day, every week, every month, every ilə başlayan sözlər cümlənin əvvəlində də gələ bilər. Baxın, cümlənin əvvəlində də gələ bilər, cümlənin sonunda da gələ bilər. Məsələn, every day we sing this song. Biz hər gün bu mahnını oxuyuruq. Və yaxud da ki, yerini dəyişək, gətirək cümlənin sonuna. We sing this song every day. Once a week, həftədə bir dəfə, twice a day, gündə 2 dəfə, 3 times a year, ildə 3 dəfə. Bu zaman zərfləri sual verərkən how often-da sual veririk. Testlərdə sizə qarşınıza çıxacaq ki, how often sualına cavab verən zaman zərfləri hansılardır? Bu zaman bu 3 dənəsini seçəcəksiniz. Məsəl üçün, every day, every week, often. Bunlar when-lə sual veririk, amma bunlara how often-da sual veririk. Məsəl üçün, I visit her once a week. Mən həftədə bir dəfə onu ziyarət edirəm. İndi baxın, once a week zaman zərfi və biz buna when ilə sual verə bilmərik. How often-da sual verəcəyik. How often do you visit her? Hansı aralıqda, how often o deməkdir ki, yəni hansı aralıqda, hansı tezlikdə sən onu ziyarət edirsən?